Salam əziz izləyicilər. Tam olaraq elə indi siz bu videonu izləyərkən dünyada, həmçinin ölkəmizdə müxtəlif hadisələr baş verdi. Odur ki, baş verənlərdən xəbərdar olmaq üçün bizi izləməyi, bəyənib paylaşmağı unutmayın. Dövlətin media siyasətinə cavabdehlik daşıyanlara çağırış. 6 ay yarımdır jurnalist fəaliyyətinə kobud müdaxilə edilərək media orqanını qanuni reklam müqaviləsi ilə saxladığına görə ağır cinayətdə ittiham olunaraq həbsdə saxlanılan Vüqar Məmmədovun işi insan hüququnun kobud pozulmasından özgə media azadlığının da pozulması deməkdir. Jurnalist, media qrupunun rəhbəri reklamdan özgə nə ilə işçilərinin əməyinin haqqını ödəməlidir. Bütün dünyada, elə Azərbaycanda da jurnalistin əmək haqqı, yazı haqqı reklamdan çıxır. Yoxsa başqa gəlir yerləri də var, biz bilmirik. Hürriyyətin baş redaktoru mətbu orqanını saxlamaq üçün rəsmi, açıq, şəffaf reklam müqaviləsi bağlayıb, gizlin, rəsmiyyətdən kənar nəsə etməyib, reketliklə cibini güdməyib ki, vergidən yayınmayıb, gizlin gəlir güdməyib, qanuni yolla vəsait redaksiyanın hesabına köçürülüb. Özü də aylıq 200 manatdan 400 manata qədər böyük redaksiya üçün nə puldur ki? Bəlkə elə reklam verənlər media orqanını aldadıb, nə bilmək olar? Dediyimiz odur ki, bu olayın prezident yaratması da təhlükədir. Sabah istənilən reklam subyekti DTX-ya illərdir hansısa media orqanı ilə bağladığı çox milyonluq müqavilənin şantajla bağlandığına şikayət versə necə? Bir neçə minlik reklam müqaviləsinin şantajla bağlanıldığı reklam subyektinin şikayəti ilə ağır cinayət sayılırsa, onda vay iri media qurumlarının halına. Bizim yenidən mətbuata müraciətimiz həm də dövlətin media siyasətinin demokratik, hüquqi adının ləkələnməsinin qarşısını almaqdan yanadır. Bütün dünya bizə gülür ki, jurnalist, media orqanının rəhbəri qanuni reklam müqaviləsi ilə özünü, işçilərini saxladığına görə həbs olunub. Bu gülünc, ağır cinayətdən qurtulmaq üçün dövlətin media siyasətini yürüdənlərə, bütün media orqanlarına kivə çağırış edib, təhlükəli prezidenti önləməyə səsləyirik. Yoxsa heç kəs bu cinayətdən sığortalanmayıb. Cinayət prosesini həyata keçirən orqanlara isə heç olmasa cinayətin motivini dəyişməyi, ənənəvi şərləmə metodlarını seçməyi təklif edirik. Yoxsa heç kim bir daha media orqanını qanuni yolla reklamla saxlamaq fikrinə düşməz. Eşitməmiş olmazsınız. Təxminən belə bir ibrət mövzusu var. Bir adam yolda köməksiz olan şəxsi atına mindirir. Biraz gedəndən sonra həmin köməksiz atın yüyənini xahiş edir. Əlinə alan kimi yiyəsini yerə atıb atı qaçırır. Atın yiyəsi ona səslənib. Bu olayı heç kimə danışmamağı xahiş edir. Yoxsa heç kəs bir daha darda olan heç kəsə yardım etməz. İnsanlıq, xeyirxahlıq ölər. Reklam cinayətində adı keçən Veysel oğlu, Azər Lotereya, Azərsun ilə müqaviləsi olan digər 20-yə yaxın media orqanı başları üstündə Damokl qılıncının olmasını unutmasınlar. O qılınc hər an media orqanını kəsə bilər. Prezidentin media siyasətini kurasiya edən şəxs kimi hörmətli prezident köməkçisi Hikmət Hacıyevdən, media başqanı Əhməd İsmayılovdan, Mətbuat Şurasının sədri Rəşad Məciddən, Hürriyyət media qrupunun rəhbəri Vüqar Məmmədovun jurnalist fəaliyyətinə görə reklam müqaviləsi bağlaması absurdluğu ilə ağır cinayətdə suçlanmasının yol verilməzliyini dövlətin birinci şəxsinin diqqətinə çatdırmağı diləyirik. Məğrur Bədəlsoy, Qarabağ qazilərinin qazi, jurnalist Vüqar Məmmədovun hüquqlarını müdafiə komitəsinin baş katibi.